maraqlı xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Əgər hava proqnozlarını izləməyi sevirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İlk olaraq Bakı və Abşeron yarımadasından başlayaq. 12 avqustda Bakıda havanın əsasən açıq və isti keçəcəyi gözlənilir. Gün ərzində temperaturun təxminən 29 dərəcəyə qədər yüksələcəyi, gecə saatlarında isə 25 dərəcə ətrafında olacağı ehtimal edilir. Küləkli hava şəraiti də müşahidə oluna bilər. Xüsusilə açıq havada uzun müddət qalacaq şəxslərin günəşdən qorunması tövsiyə olunur. Abşeronun digər ərazilərində də hava əsasən isti və açıq olacaq. Dəniz kənarı ərazilərdə küləyin təsiri havanın nisbətən sərin hiss edilməsinə səbəb ola bilər. İndi keçək Azərbaycanın şimal bölgələrinə. Quba və Xaçmaz ətrafında hava əsasən açıq olacaq. Qubada gündüz temperaturunun 28 dərəcə ətrafında olacağı, gecə isə temperaturun 16-17 dərəcəyə qədər enə biləcəyi proqnozlaşdırılır. Quba üzrə mövcud uzun müddətli proqnozda da 12 avqust üçün təxminən 28 dərəcə maksimum temperatur göstərilir. Busaq, Şabran və Siyəzən rayonlarında da əsasən isti və açıq hava şəraiti gözlənilir. Dağlıq ərazilərdə isə temperatur düzənliklərə nisbətən bir qədər aşağı olacaq. Şəki, Qəbələ, Oğuz, Qaxsa, Qatala və Balakən istiqamətində hava daha mülayim keçə bilər. Bakı üzrə proqnozda gündüz temperaturunun təxminən 27 dərəcə, gecə temperaturunun isə 17 dərəcəyə yaxın olacağı göstərilir. İndi qərb bölgələrinə nəzər salaq. Gəncə, Şəmkir, Tovuz, Qazax, Göygöl və ətraf rayonlarda hava əsasən isti və açıq olacaq. Gün ərzində temperaturun 28-4 dərəcə aralığında dəyişməsi ehtimal olunur. Dağlıq ərazilərdə isə hava bir qədər sərin keçə bilər. Mingəçevir, Yevlax, Ağdaş və ətraf ərazilərdə isti hava davam edəcək. Gün orta saatlarında temperaturun yüksəlməsi səbəbindən açıq havada işləyən və günəş altında olan şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir. Mərkəzi Aran bölgəsində, o cümlədən Bərdə, Tərtər, Ağacabədi, Beyləqan, İmişli, Satlı və Sabirabad ərazilərində havanın əsasən isti və günəşli keçəcəyi gözlənilir. Burada gündüz temperaturu bəzi ərazilərdə 30 dərəcədən yuxarı qalxa bilər. Burada gündüz temperaturu bəzi ərazilərdə 30 dərəcədən yuxarı qalxa bilər. Cənub bölgəsinə gəldikdə isə Lənkəran, Astara, Masallı və Lerikdə hava digər bölgələrdən bir qədər fərqli ola bilər. Lənkəran və Astara ərazilərində rütubətlilik daha yüksək hiss edilə bilər. Dirkin dağlıq ərazilərində isə temperatur daha sərin olacaq. Şirvan, Salyan, Neftçala və Hacıqabul istiqamətində isti hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gün orta saatlarında günəş şüalarının daha güclü olması mümkündür. Naxçıvan Muxtar Respublikasında isə hava əsasən açıq və isti olacaq. Naxçıvan şəhəri və Aran ərazilərində temperatur yüksək, dağlıq ərazilərdə isə nisbətən aşağı olacaq.